Bəzən bir xalqın taleyini dəyişdirmək üçün ordu lazım olmur. Sadəcə bir qələm, bir cəsur insan kifayətdir. Azərbaycan tarixində belə bir insan olub. Cəlil Məmmədquluzadə. O sözlə savaşdı, gülüşlə gerçəyin üzünü göstərdi. Bugün həyatımızı dəyişən insanlar kanalında o böyük şəxsiyyətin həyatına və irsinə nəzər salırıq. Cəlil Məmmədquluzadə 1866-cı ildə Naxçıvanda savadlı, lakin kasıb bir ailədə dünyaya göz açdı. Atası Mirzə Qurbanəli onu kiçik yaşlarından oxumağa həvəsləndirdi. İlk təhsilini mədrəsədə aldı. Amma o, klassik təhsilə kifayətlənmək istəmədi. Tiflisdə yerləşən müəllimlər seminariyasına daxil oldu. Burada Avropa və Rusiya maarifçiliyinin təsiri altına düşdü. O, Puşkin, Gogol, Tolstoy kimi yazıçıları oxudu. Liberal və azadlıq ideyaları ilə tanış oldu. Seminariyanı bitirdikdən sonra müəllim işləməyə başladı. Azərbaycanın ucqar kəndlərində dərs deyərkən cəmiyyətin acı reallıqları ilə üzləşdi. Savadsızlıq, qadınların hüquqsuzluğu, fanatizm və yoxsulluq. Bu müşahidələr onu gələcək yaradıcılığına möhkəm əsas verdi. 1906-cı ildə Tiflisdə Cəlil Məmmədquluzadə bir jurnal təsis etdi. Molla Nəsrəddin. Bu jurnal şərqdə bir ilk idi. Həm görünüşü, həm də məzmunu ilə cəmiyyətdə silkələnmə yaratdı. Karikaturalar, yumoristik yazılar, tənqidi məqalələr vasitəsilə Cəlil müəllim xalqın gözünü açmağa çalışırdı. Rüşvətxor məmurlar, ikiyüzlü mollalar, geridə qalmış adətlər və qadınlara qarşı ədalətsizlik jurnalda açıq şəkildə tənqid edilirdi. Molla Nəsrəddin təkcə Azərbaycanda deyil, İran, Türkiyə və Orta Asiya ölkələrində də oxunurdu. O dövr üçün bu jurnal cəsarət nümunəsi idi. Dəfələrlə bağlandı, təqib edildi. Amma Cəlil Məmmədquluzadə susmadı. O, söz azadlığı üçün sona qədər mübarizə apardı. Cəlil Məmmədquluzadə sadəcə jurnalist deyil idi. O, eyni zamanda ədəbiyyatımızda satiranın banilərindən biri idi. Onun Poçt qutusu hekayəsi cəmiyyətin biganəliyini və ədalətsizliyə qarşı susqunluğunu sərt şəkildə tənqid edirdi. Danabaş kəndinin əhvalatları. Bu əsərdə müəllif kənd həyatının acı gerçəklərini, təhsilsizliyin və məhfumatın necə bir bəla olduğunu yumorla göstərdi. Ən güclü əsərlərindən biri isə şübhəsiz ki, Ölülər pyesidir. Bu əsər geriyə çəkilmiş bir cəmiyyətin ölü düşüncələrin necə əsir düşdüyünü göstərirdi. Ölülər təkcə pyes deyildi. Bu bir çağırış idi. Xalqı oyanmağa, sorğulamağa və dəyişməyə səsləyən çağırış. Cəlil Məmmədquluzadə həyat yoldaşı Həmidə Cavanşirlə bir ziyalı ailəsi qurmuşdu. Həmidə xanım özü də maarifçi və yazıcı idi. Onların münasibəti qarşılıqlı hörmət və ümumi dəyərlər üzərində qurulmuşdu. Həmidə xanım Molla Nəsrəddinin çapı və yayılmasında mühüm rol oynayırdı. Onlar birlikdə xalq üçün çalışır, Azərbaycan qadınının səsinin eşidilməsi uğrunda mübarizə aparırdılar. Məmmədquluzadənin fəaliyyəti həm Çar hökumətini, həm də dini dairələri narahat edirdi. Ona qarşı böhtanlar atılır, təhdidlər edilir, jurnalı dəfələrlə qadağan olunurdu. Lakin o, heç vaxt yazmaqdan və həqiqəti deməkdən imtina etmədi. Onun üçün qələm bir silah idi. Bu silahla cəhalətə, zülmə və qorxuya qarşı döyüşürdü. Cəlil Məmmədquluzadə 1932-ci ildə Bakıda vəfat etdi. Amma onun ideyaları bugün də yaşayır. Onun qaldırdığı problemlər, təhsil, qadın hüquqları, azad söz hələ də aktualdır. Bugün Azərbaycanda satira varsa, azad düşüncə varsa, bunda onun payı əvəzsizdir. O, təkcə bir yazıcı yox, millətin vicdanı idi. Məktəblərdə oxudulan əsərləri, səhnələrdə səslənən dialoqları hələ də gücünü qoruyur. Əgər bugün biz azad danışır, fikrimizi sərbəst bildirə bildiriksə, bu, Cəlil Məmmədquluzadə kimi söz cəngavərlərinin sayəsindədir. Unutmayaq, milləti dəyişənlər sadəcə generallar və siyasətçilər deyil,
bəzən bir müəllim, bir yazıçı bütün dövrlərdən daha çox iz qoyur. Abunə olun və bizimlə birlikdə belə insanları tanımağa davam edin. Bu sadəcə tarix deyil, bu özümüzük.